ki məndə quzum ifadəsi olardı. Yaşlı olmağına baxma, sevgi həmişə var. Onda onu bağışlamaq olar. İstəyir qadın, istəyir kişi. Məncə dünyamdakı yeganə insan. Mən kraliçanın yanında yalnız o kral ola bilər. Alnıma belə tutmuşam. Fevralın 14-ü Sevgililər Günü kimi qeyd olunur. Bu gün hər kəs öz sevdiyinə səni sevirəm ifadəsini işlədir. Lakin maraqlısı ondan ibarətdir ki, hər kəs səni sevirəm desə də sevdiyinə dəyərli olduğunu hiss etdirə bilmir. Maraqlıdır. Bəs görəsən, şəhər sakinləri öz sevdiklərinə dəyərli olduqlarını necə hiss etdirirlər? Mənim üçün əslində sözlər yox, əməllə belə deyim, sevgimi göstərmək önəmlidir. Yəni mən də hər bir anımda, yəni sevdiyim insan, qarşımdakı insana əməlimlə bunu göstərə bilərəm. Məni sevən biri heç vaxt deməməliyəm ona ki, hə mən falan şeyi sevirəm, bunu sevirəm, onu sevirəm. O özü məni kəşf etməlidir ki, mən nə sevirəm. Mən də onu kəşf eləyib. Yaşlı olmağına baxma, sevgi həmişə var. Sevirəm səni vətən, sevirəm səni. Yəni o qədər şeylər var ki, əvəz eləyən. Ancaq sevgiyə də çox belə hörmət eləməlisən, yanaşmalısan. Onun ürəyi nə istəyir, onu da almalısan. Ancaq öz münasibətində. Məsələn, nə etmək? Hörmətini saxlamaq lazımdır. Həyatda çox şey ola bilər. O demək deyil ki, yaxşı yoldaşı əldən verə bilərsən. Yox. Yaxşı yoldaş həmişə yaxşı yoldaşdır. Ola bilər hamıda, qadında da, kişidə də ola bilər ki, minuslar ola bilər, balaca. Bunu həmişə tərəziyə qoyun. Tərəziyə qoyanda görürsünüz ki, pluslar çoxdursa, onda onu bağışlamaq olar. İstəyir qadın, istəyir kişi. Düşünürəm ki, yəni bugünkü gündə hər kəs yemək sevir və yemək bişirərək o insanı mutlu etmək olar. Sevdiyimiz insana dəyərli olduğunu necə hiss etdirə bilərik? Düşünürəm ki, sevgini hiss etdirmək çox gözəldir. Yəni içimizdəki sevgini qarşımızdakına hiss etdirəndə münasibət daha gözəl bir hal alır. Həmin insanın sevdiyi və sevmədiyi belə deyim, nüansları diqqətdə saxlayaraq, daha sonra ona incə jestlər eləyərək düşünürəm ki, sevgini hiss etdirmək olar. O mənim üçün çox dəyərlidir. Necə ifadə edirsiniz bəs dəyərli olduğunu? Yaxşı sözlər deyirəm, nə bilim axı. Alnıma belə tutmuşam. Bəs sizcə bu 35 ilin sirri nədədir bu qədər uzun ömürlü ailə həyatı olmusunuz? Bir-birimizi çox sevdiyimiz Şuna üçün. görə bir-birimizi çox sevmişik. Hətta uşaqlıqdan sevmişik bir-birimizi. Vallahi. Sevdiyim insanın dəyərli olduğunu hədiyyələr alaraq, xoş sözlər deyərək, başqa, yəni çıxıb harasa gəzdirmək. Mən düşünürəm ki, sevgi sözlərlə yox, əsasən hərəkətlərlə, jestlərlə bildirilməlidir. Sevgi dedikdə sadəcə qarşı cinsi nəzərdə tutmadığınızı düşünürəm. Həmçinin ailə də bura daxildir. Çünki bizə ən doğmalarımız, gözümüzü ilk açdığımız andan bizim yanımızda olan insanlardır. Ən əsas məncə hörmət. Mən kraliçanın yanında yalnız o kral ola bilər. Bəs sevgi ifadəsini hansı sözün əvəzləmək olar, əgər hər hansısa bir yeni dil yaranarsa? Sevgi ifadəsini, mən qadın olduğum üçün sevgi ifadəsi mənim üçün yalnız övladdır. Azərbaycanca çox gözəl bir söz var. Heç bir dildə o yoxdur. Həyat yoldaşı. Heç bir dildə o söz yoxdur. Bu yəqin ki, məndə quzum ifadəsi olardı. Valideynlərim həmişə mənə bu cür xitab eləyir və bu ifadə ona görə mənim üçün tamam doğmadır. Hər söz belə düşübsə elə dəyərli olsun. Məncə dünyamdakı yeganə insan.